Salam aleykum. Deməli, isti yay aylarından danışmaq istedim. Heyvana necə düzgün baxılmalı və artım əldə etmək üçün deməli, ən böyük sirri yay aylarında su həmişə heyvanın qarşısında olmalıdır. İçəndən sonra da zapaslı olmalıdır. Ürəyi istədiyi vaxt içsin. Yəni isti havalardır. Yəni insan belə deyək də bir günə 5 litr, 3 litr su içsə, yəni 4 ayaqlı heyvan üçün, yəni inək üçün, yəni günə 25, 30, 35, 40 litrə qədər içilir. Onun üçün də yəni bir qap su verib içəndən sonra, yəni bəziləri yəni ikinci qabı doldurub gətirib qoymur heyvan qabağına. Yəni heyvan qabağında həmişə su olmalıdır. Bir qabı axıra qədər içsə də, yəni həmişə zapasda su qoymaq lazımdır ki, ürəyi istədiyi vaxt yəni içə bilsin. Haçan su istəsə. Yəni ən böyük sirlərdən biri odur. Yəni artım olması üçün. Belə yay aylarında yəni heç bir koruma falandan istifadə etmirəm. Ot və su. Yəni koruma istifadə edirdim. Çölə çıxdılar deyə istifadə eləmədim. Yəni mən də təzə başlamışam deyə, yəni səhvlər üzərində öyrənirəm. Nəysə özümüz belə özümüzdən icad edirik. İnşallah 20 gündür bunlar məndədir. 20 günə inşallah baxay. Bundan sonra 4-5 aydan sonra hansı nəticəni əldə edirik. 20 gündür məndədir. Bunu almışıq 1260-a. Bunu almışıq 1380-a. Bunu da almışıq 1480-a. İnşallah bir 4-5 aydan sonra yəqin ki 5 aya mənim gözləntim, yəni həvəsindən bir ən azı 500-600 manat əldə eləmək. Yəni çox eləmək, az yəni yoxdur. İnşallah baxay 5-6 aya hansı nəticəni əldə edilirsə çoxaltmaq yəni fikrindəyik. Hal-hazırda 3 dənədir. 3 dənəni rahat şəkildə yəni baxa bilirik. Onun üçün yəni yaxşı bir nəticə əldə eləsək çoxaltmaq fikrindəyik. Bu qədər. Kiməsə maraqlı oldusa takib atıb videonu bəyənərsiniz. Yəni mən də həvəslənib belə paylaşımlar eləyim, sizlə bölüşüm. Yəni öz bildiyimi və siz də nə isə bilsəz, yəni videonun altında yazarsınız, mən də bilmiş olaram. Çox sağ olun.